Salam əziz yoldaşlar, hörmətli izləyicilər. Sizlərə bugün çəkəcəyim video ara vaveyin və sadə vaveyini necə adi vüqulçay kimi işlətmək olar, necə qoşmaq olur onu göstərmək istəyirəm sizə. Öncə onu göstərim ki, gördüyünüz kimi ara vaveyindir və sadə vaveyindir. Yəni heç biri adi vüqulçay deyil. İkisi ara vaveyindir, biri sadə vaveyindir. İndi bunu göstərmək istəyirəm ki, necə adi vüqulçay kimi qoşmaq olar, necə işlətmək olar. Gördüyünüz kimi bunu bir tərəfinə giriş veririk və bir tərəfinə eyni istiqamətdə çıxış veririk. Ara vaveyində də bu qaydadır və sadə vaveyində də həmin qaydadır. Birdən deyərsiniz işləməz, işləməyini də göstərim. Fikir verin. Söndürdü, yandırdı. İşlətdi, söndürdü. Bu da həmsini söndürdü, yandırdı. İzlədiyiniz üçün çox sağ olun.